Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və mən sizin Rəbbiniz deyiləmmi deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar, bəli, biz şahid olduq demişdilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiz. Yaxud atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məyər sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən deməyəsiz. Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qaydalar. Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.